Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Bakı şəhərində Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üç tərəfli görüş çərçivəsində üç ölkənin gömrük xidmətlərinin nümayəndə heyətlərinin işçi görüşü də təşkil olunub. Tədbirdə tranzit yük daşımalarının artırılmasına birgə səy göstərilməsi məqsədi ilə gömrük orqanlarının əməkdaşlığının gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhəddindən keçirilməsi qaydaları mövzusunda təlim keçirilib. Müxtəlif dövlət qurumlarının mütəxəssislərinin iştirak etdiyi təlimdə dərman vasitələrinin fiziki şəxslər tərəfindən qeyri-kommersiya məqsədi ilə gömrük sərhəd buraxılış məntəqələrindən keçirilməsi zamanı diqqət yetirilməli olan məsələlər, xidməti və mülki silahların ölkə ərazisinə gətirilməsi və ölkə ərazisindən aparılması, CITES konvensiyası və CITES icazə sertifikatının verilməsi, muzey işi və daşınar mədəni sərvətlərin müvəqqəti və daimi ixracı prosesi, fiziki şəxslər tərəfindən ərzaq məhsullarının, canlı heyvan və bitkilərin gömrük sərhəddindən keçirilməsi, dini təyinatlı məlumat materiallarının gömrük sərhəddindən keçirilməsi mövzularında məlumatlar verilib. Tovuz Gömrük İdarəsinin Qırmızı Körpü Gömrük postunda Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndələrinin görüşü keçirilib. Görüşdə İpək yolu Abreşimus-Qıza birgə avtomobil buraxılış məntəqəsinin gömrük prosedurlarının təkmilləşdirilməsi və sadələşdirilməsi, mal və nəqliyyat axınlarının səmərəli şəkildə idarə olunması, beynəlxalq və regional tranzitin, iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Layihənin icrası istiqamətində görülmüş işlər və gələcəkdə atılacaq addımlar barədə müzakirələr aparılıb. Kosmos Gömrük İdarəsinin Samur, Yalama və Xanuba dövlət sərhəddindən buraxılış məntəqələrinin əməkdaşlarına gömrük nəzarəti üsulları və vasitələri tətbiq olunmaqla gömrük baxışının və yoxlamasının həyata keçirilməsi qaydaları mövzusunda təlim keçirilib. Təlimdə yoxlama tapşırıqlarının, yoxlama prosesinin və yoxlama nəticələrinin yeni istifadəyə verilmiş elektron idarə etmə sistemi üzərindən rəsmiləşdirilməsi mexanizmləri izah olunub. Həmçinin mümkün yoxlama ssenariləri, metodlar və riskə əsaslanan yanaşmalar üzrə praktik nümunələr təqdim edilib. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.